Qrip haqqında ətraflı məlumat. Qrip nədir? Qrip influenza virusunun törətdiyi, əsasən tənəffüs yollarına təsir edən kəskin yoluxucu virus xəstəliyidir. O yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, öskürək və halsızlıq kimi simptomlarla müşayiət olunur. Qrip xüsusilə payız və qış aylarında geniş yayılır və bəzən epidemiya və ya pandemiya şəklində yayılır. Qrip virusunun növləri. Qrip virusunun 4 əsas növü var. A tipi ən təhlükəli və geniş yayılmış qrip növüdür. İnsanlar və heyvanlar arasında yayılır. Pandemiyalara səbəb olur. B tipi yalnız insanlarda rast gəlinir. A tipinə nisbətən daha yüngül keçir. C tipi yüngül simptomlarla keçir. Çox zaman ciddi narahatlığa səbəb olmur. D tipi əsasən heyvanlarda aşkarlanır. İnsanlara təsiri minimaldır. Qripin yoluxma halları. Qrip çox asanlıqla yayılır və yoluxma aşağıdakı yollarla baş verir. Virus daşıyan şəxsin askırması və ya öskürməsi zamanı havaya yayılan damcılar vasitəsilə, tənəffüs yolları vasitəsilə, nəfəs alarkən, virus çirklənmiş əllərin göz, burun və ya ağızla təması zamanı, yoluxmuş səthlərə, qapı dəstəyi, telefon, masalar, toxunduqdan sonra əl gigiyenasına əməl olunmazsa. Qripin simptomları. Qrip simptomları adətən virusla təmasdan 1-3 gün sonra ortaya çıxır və qəfil başlayır. Yüksək hərarət, 38 selsidən və daha yuxarı. Baş ağrısı və baş gicəllənməsi, boğaz ağrısı və udqunma çətinliyi, burun axması və ya tutulması, güclü quru öskürək, əzələ və oynaq ağrıları, ümumi halsızlıq, yorğunluq və iştahsızlıq, bəzən ürək bulanma və ishal, xüsusilə uşaqlarda. Qrip və soyuq dəymə arasında fərq. Qrip və soyuq dəymə tez-tez bir-biri ilə qarışdırılır. Lakin qrip daha ağır və sürətli başlanğıcdadır. Kimlər risk altındadır? Qrip hər kəsi təsirləndirə bilər, lakin aşağıdakı insanlar üçün daha təhlükəlidir. 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar, astma, şəkər, ürək-damar xəstəlikləri və s. İmmuniteti zəif olan şəxslər. Qripin fəsadları. Əgər vaxtında müalicə olunmazsa və ya immun sistemi zəifdirsə, qrip aşağıdakı ağırlaşmalara səbəb ola bilər. Ağciyər iltihabı, bronxit və sinusit, qulaq infeksiyaları, xroniki xəstəliklərin kəskinləşməsi, nadir hallarda ürək və beyin fəsadları. Qripin müalicəsi. Qripin spesifik müalicəsi yoxdur. Simptomatik müalicə əsasdır. Yataq rejimi, bədən istirahət etməlidir ki, immun sistemi virusla mübarizə aparsın. Maye qəbulu, su, bitki çayları, bulyon kimi mayələr içmək vacibdir. Hərarət salıcı və ağrı kəsicilər, parastamol və ibuprofen kimi dərmanlara hərarət və ağrılar azaldıla bilər. Burun spreyləri və boğaz pastilləri simptomları yüngülləşdirmək üçün istifadə oluna bilər. Antiviral dərmanlar ağır hallarda və ya yüksək riskli pasientlər üçün həkim tərəfindən təyin olunur. Antibiotiklər qripə təsir etmir, çünki qrip virus mənşəlidir, bakterial deyil. Evdə görülə biləcək tədbirlər isə çox asandır. Evdə görülə biləcək tədbirlər isti toyuq şorbası içmək, buxar inhalasiyası, bal və limonlu isti su, nəmli mühit yaratmaq. Qızdırıcı ilə çox isti mühit yaratmaqdan qaçınmaq. Qripdən qorunma yolları. Əlləri tez-tez sabunla yumaq, üzə, buruna və gözlərə çirkli əllərlə toxunmamaq, xəstə şəxslərlə yaxından təmasından qaçırmaq, ictimai yerlərdə maska taxmaq, bədən müqavimətini gücləndirmək üçün vitamin C, balanslı qidalanma, yuxu vacibdir. Nə zaman həkimə müraciət etməli sualına isə belə cavablandıraq. Aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır. 3 gündən çox davam edən və düşməyən yüksək hərarət, güclü nəfəs darlığı və sinə ağrısı,
uzun müddətli öskürək və ya yaş öskürəkdə qan, xəstəliyin sürətlə ağırlaşması, şuur bulanıqlığı, bədən susuzluğu əlamətləri. Sağlamlığınızın qeydinə qalın.